Salam müəllimlər, belə bir sual nümunəsinə baxırıq. Sürtünmələrin nəzərə alınmadığı sistemdə K nöqtəsindən V0 sürəti ilə üfüqə atılan cisim şəkildəki trayektoriyanı izləyir. Cismin L nöqtəsində kinetik enerjisi YK, potensial enerjisi YL olduğuna görə YK-nın Y-lə nisbətini yazmalıyıq. Üfüqə bucaq altında atılan cisimlərin hərəkətində maksimal hündürlükdə kinetik enerjinin minimum qiyməti üçün düsturumuz 2-dən m vx-in kvadratı. Potensial enerjinin maksimum qiymət düsturu, yəni maksimal hündürlükdə olur 2-dən m v0 y-in kvadratı. Gəlin biz bu ifadələri tərəf-tərəfə bölək. Yəni kinetik enerjinin minimum qiymətinin potensial enerjinin maksimum qiymətinə nisbətini yazacağım. Olur burada belə. Birinci kəsr olduğu kimi saxlayaq, digərini tərsinə çevirək. 2-lər, m-lər ixtisar gedir. Alırıq vx kvadratı bölünmüş v0 y-in kvadratı. Uçuş məsafəsi 8h, maksimal hündürlüyün qiyməti isə h olaraq yazılıb. Deməli, belə yaza bilərik burada. Uçuş məsafəsinin qiymətinin maksimal hündürlüyün qiymətinə nisbəti olur 8h böl h 8. Üfüqə bucaq altında atılan cisimlərin hərəkətində uçuş məsafəsinin ən çox istifadə elədiyimiz düsturunu tətbiq eləyəcəm. Deməli, düsturumuz belə idi. L uçuş bərabər 2 vx v0 y bölünmüş y. Maksimal hündürlük üçün düsturumuz v0 y kvadratı böl 2j. O zaman ifadələri yerinə yaza bilərik. Uçuş məsafəsi üçün düsturumuz 2 vx v0 y böl j. Maksimal hündürlük üçün 2j qalxır sürətə. v0 y kvadratı düşür məxrəcə. Bərabər 8. Burada müəllimlər j'lər ixtisar gedir. Bu kvadratlı. Bunun biri gedir. Olur ifadəmiz belə.